Gəlmişik Xulodayıq. Xulonun hansısa kəndi idi. Kəndin adı yadımdan çıxdı. Videonun açıqlamasında yazacağım inşallah. Belə bir gözəllikdir. Yaz ayıdır. Aprelin ikisidir də bir. 2 Aprel. 1900 zarafat. 1900 yox, 2026 2 Aprel. Gəlmişik, gəzintiyə çıxmışıq. Belə bir gözəl yerdir. Belə bir gözəl kənddir. Aydın qaqaşımızla. Bax belə. İndi inşallah bu günlərimdə elə çalışacağım YouTube'a yüklüyüm bu videonu. Mən hər dəfə hara gedirəm, çəkirəm. Gəlmişik iş görməyə inşallah. Bax belə bir gözəl yerdir. Gör nə qədər hündürdədir, amma su cəhətdən boldur buralar. Dağlar qardır. Qoy zoom eləyim biraz. Üzbəüz dağda qardır. Hər tərəf qardır. Arxa tərəfdə qardır. Bura biraz əriyib. Biraz deyəndə bayaqlarım yolun qırağında gedəndə biraz gördüm. Tində bucaqda da, burada da qalıb. Qalın qar düşən yerləri. Əsasən əriyib. İndi istəyirik aşağıdakı o yola çıxaq. Orada yol var, tras. Özümüz də yuxarıda qalırıq o tərəfdə. Nə bilim. Görək nə olur. İnsanlar da işləyirlər, əziyyət çəkirlər. Əkirlər, biçirlər, becərirlər. Bax, ağsaqqal nəsə əkir, toxa vurur. O da gözəl bir artizan suyu. Bax belə. Su yəqin ki yerdən çıxır. Burada kruşka da qoyublar ki su içmək istəyən içsin. Yerdən də gəlir, buradan da gəlir. Belə yolun qırağında qəşəng bir ev də var. Kənd yeridir, gözəl yerdir. Bax belə. Qədimliyini qoruyub, saxlayıb bu kənd. Hər yerdə gizlikan doludur. Çox faydalı bir bitkidir, özdə körpə-körpə. Qəşəngdir. Nanə nə idi? Nanə də var. Burada bənövşələrdir. Bənövşədir. Göy yəqin ki görünür. Telefonumda fərri çəkmir. Mənim bu telefon cəhətdən böyük problemlərim var. Bax belə nanə. Yenə nanə deyirəm. Bənövşələrdir. Qəşəng. Gözəl. Alça ağacıdır, çiçəkləyib. Gözəl göyçək. Bax belə. Bu da alça ağacıdır, çiçəkləyib. Bu nə hündürlükdür. Bu da bənövşə. Qəşəng isi var. Qırmaq istəyirəm, amma qırmıram. Günahdır. İldə bir dəfə çıxan bir bitkidir. Qırmağa qıymıram. Qopartmağa qıymıram. Aşağıda deməli çay da axır. Qəşəng yol da var. Tras. O tras hara gedir? Onu bilmirəm. Deyəsən hara? Batumiyə gedən trasdır. Batumidən gəlmişik bura. 170 kilometrdir bura. Batumidən bura. Aşağıda da yaşayış da var. Ağaçlar çiçəkliyib. Burada nə qəşəngdir bu çiçəklər.
Ne güzel hissi var Allah. Yerdə sarımsaqdır, əkilib. Alça ağacıdır, bu nə ağacıdır bilmirəm. Bu da deyəsən elə alçadır. Cır alça. Arılar var üstündə dolu. Nə qədər də ayaqlarında nektar. Üstü dolu da arı ilə. Bax, ayaqların nə boyda yekədir. Bax, yaxından zoom eləyim. Bu ağacın balı mükəmməl olacaq da. Nektara baxın ayağındakı. Alt yer belə yaşıl. Çiçəklər belə gözəl. Aşağısı vapşe gözəl. Belə. Buralar hamısı beton yol olacaq. İnşallah bunları da yəqin ki biz işləyərik. Bütün hamısı hər yer ora beton yol çəkilibdir, görünür. İndi buralar bütün orada çəkilib. O kəndində. Yəni ən uca bir dənə də ev olsa, hökumət ora beton yol çəkir də burada. Qaz, beton, su, işıq. Heç bir şeydə problemlər yoxdur. Yavaş al. Su xəttidir. Yox, su xətti deyil, əstəğfurullah. Kanalizasiya xəttidir. Buradan yağış suları yolları yumasın deyə buradan axır gedir aşağı. Aşağı düşürük ya. Buradan sonra yukarı. Ha? Ora düşmək istəyirəm. Prosto buradan sonra geri qalxmaq var. Or çayın qırağına düşmək istəyirəm. Dabale o bexuri ur. Daba da ur bexuri dulu. Ur guru da biliyor. Ur bu bexuri. Adam öyle da bir anal bu biliyor. Prosto dent inş tun bu da. İndi balacalaşıb. Bak. Buradan da. Bura qədər beton yol eləyiblər. Beton yoldur. İndi buradan yuxarı eləyəcəklər inşallah yəqin ki. Bu il eləyərlər yəqin. Açal gör nə qəşəng yerdir bura. Bayaq durduğum yer. Polat amevzunu bağırdım. Şef. Ha abi.
Arı yuvasına bax açal ağacın üstündə. Deyəm. Deyəm. Arı yuvası ağacın üstündə. Arı orada məskunlaşıb. Dağıtmayıb. Orada da elə yuvasını ağacı kəsib qoyublar ora. Kötüyü. Ki içinə məskunlaşsın. Burada hər yerdə görmüşəm. Mən onun şeydə də, Kedada da var idi. Arı yuvası elə. Meşədə doludur burada arı. Özdə görürsən bal, mal dolu olur içində. Bir dəfə Zamikgil işlədiyimiz yerdə pilləkənin altında şey tapmışdılar. Arı. Balla dolu özdə. Köhnə yer idi. Arı məskunlaşıb. Altından arı pətəkləri balla dolu özdə çıxartmışdılar. Burada çoxdur elə meşə doludur arı ilə, balla. O kənddə qar var. O birisi kənddir. Orada qar var bu dəqiqə. Burada da qabağımızda da burada da qar var. Yəni başqa yerlərdə qar yoxdur. Yolda gələndə var idi. O biri dağlar vəbşə ağappaqdır. Neçə metrdə Allah bilirdi. Qarla ağappaqdır da yəni. Elə sağ olun, salamat qalın. Gələn görüşlərədək. Həmişə kimi ənənəyə sadiq qalıb hara gedirəmsə çəkirəm belə. Hələlik Allah amanında. Kanala da abunə olsanız daha çox sevinərdim.